Salam əziz valideynlər, bu günləri oldu, Sekret Santana verdi uşaqlara. Uşaqlar hamısı sevindi, şəkilləri bir dənə indi qrupa atacağım. Orada çay içdik, bəzi valideynlər pulu verməyib kartımı atmışam, o karta atsınlar. Çayzad içdi, 6 manat 50 qəpik pul elədi. Onu zəhmət olmasa kartımı atın. Məsmən, yaxşı gecə dedin, uşağın başını yudum. Hə, yaxşı. 6 manat 50 qəpik elədi uşağın başı. Yoxsa çayı? Adam başı dedim, mən yumuşdum uşağın başı. Başa düşmədim, ataram karta pulu. İndi deyəcəklər sarayımız qoyur. Mən o təndirdə yana uşaqcığım bahalı hədiyyə aldım. Nauşnik aldım bahalı. 20 manat verdim. Mənim qızıma, yetimimə bir dənə dımdıqqılı brlok veriblər. Mənim yandım, cızvığımın çıxdı ki, mən yana o boyda nauşnik alım, uşağıma Sekret Santa brlok lazım idi mənə. Bu şeyin biri, çaynikin biri 5 manatdır hər yerdə. Uşağın bir stəkan çayı eləyib 6 manat 50 qəpik. Harda yazılıb bu? Bu hər şey gələ biz valideynlərin başına girə də. Bu Şaxta babanın hədiyyəsində mən verirəm. Demək olar ki, Şaxta baba hələ mən özüməm. Uşağımın xəbəri yoxdur. Sekret Santa hələ mamasının xəbəri yoxdur. Avamı. Bizim Şaxta baba da pul girdi. Şaxta baba da hər şeyi pulla verir. Sekret Santa. Heç Santa'nın xəbəri yoxdur. Bu Şaxta baba başıya gəlib niyə Santa olub bilmirəm. Rayon yerində Şaxta babadır da. Bu nədir axı? Sekret Santa. Baba şaqqıllıyır, səsinizə qulaq asın, şaq-şaqdadır. Şaq-şaq canıma, şaq-şaq canım qurban. Baba! Gedib ayaqları çeynib, dedi Sekret Santa'da. Bu gedib bir dənə yeşə vagon aldı, vagon. Eləyəndən. Dedi bu Sekret Santa olmadı, aşkar Santa oldu. Şaqqıllamış hamımız. Hə, biz onu verdik uşağa. Mənim uşağıma da bir dənə balaca AirPods verdilər. O bizimkinə görə böyük hədiyyə veriblər. Nə olacaq? Baba dedi bir dənə qoyun aparım verin müəlliməyə. Dedim ağ eləmə, şey eləmədi. Dedi 200 manat bastı müəllimənin cibinə. Böyle balaca bir şeydi. AirPods nerede? Bizimkine göre böyle bir şey verdiler. Ne olacak güzel? Dünya 5 günlüydü ya. Dünya 5 günlüydü. Bana biz 200 manat vermiş. Onu neyine? Ayşe kartımı at. 6.50'ni de verim gönderim de. Day neyine? Benim o Sekret Santa'dan zaten yok. Bilmem ne vereceğim. Dersin ki on diyerdi zahmet olmasa onu bir daha haber ediyor. İndi deyirsiniz ki Bahriye mızavoy diye her şeye mızavoy koyur. Ben de getdim bahalı hediyelerden birini aldım. Bir yok 3 hediye aldım sumkaya koydum dedim verim uşağımın adı da pert olmazsa indi uşağılar uşağıdır içine kapanar. Neyse benim uşağıma balaca demir məşin verib. Ben utanaram. Ana olarak ben utanaram. Dedim uşaq mızılıyıb. Dedim eybi yoxdur. Adımız idi verdi. Daha uşağın xəbəri yoxdur. Bu Sekret Santa bunun dədəsi deyil. Qarqız da bunun anası. Yalvar da nələr vermir dədəyə ki. Pulu versin gedək alaydı. Nələr eşitmirik. Valdeyni ana olmak çətin bir şeydir. Neyse sözüm o yana. Gedmişim müəllimə aparıb bunları çay içmə. Üstəlik mən yenə də pul verirəm. Bu da mən pul verib bu Sekreti almışdım. Sekret eləmişdim də güya. Bu Sekret Santa bu 2026 girməmiş bizə girdi. 2026 mənə belə girir görən bu da hayhoyla gəlir. Bu at da həmin şeydir. İlan da həmin şeydir. Şoq ərbə qalsın bunları. Mən neyim gülüm? Ben 6 manat 50 qəpik baxanda belə bir şey görüyorum. Ama bir çayın bir istəkanı 6 manat 50 35 uşaqdan 6 manat 50 qəpikdən aldım. Restoranı gələ bağladaydınız ki. Gələ restoran bağlayaydı, müğənnizat gətirəydi ora. Bu istəkan uşağım çay deyil, ana çay da belə qəşəng göründü, içmədim. Mənim uşağım hər yeri çay içən uşaqdır. 50 qəpik də qoyub ki, onu böyrünə məsmə, sənin başıma qaya düşməsin. 50 qəpik deməyə heç olmasa utan 6 manat 50 qəpik pul verib onu verəcək. At kartı day neyniyək? Day bizdən keçin. Müəllimən də hədiyyəsi verdi. Yeni ilini də təbrik elədi. Görək nə olur. İnşallah 2 aydan sonra ay dədə 8 mart gəlir. Nə gəlir? Onu görək neyniyəcəm əsmə. Yığışdır bunları. Yığışdır. Hə o Santadır. Nə zəhri mardı. Hə mən getdim. Mən də uşağa bahalı hədiyyə aldım. Bir dənə top aldım. Top verdim dedim bibi qurban top apar. Dostuma verərsən. Oğlan da topla oynayar dedim. Kız da topla oynayar.
Bizimkinə də götürüb hədiyyə veriblər. Yolka ağacı 2 metrə. Hə dedim bu nədir? Yolka ağacı. Bunu da ancaq yaydan yaya, yox qışdan qışa qurursan. Hə bizə də beləncə yaxşı çıxma deyə. Hə bizə bax kasıbın bəxti olsaydı mən ərə gedərdim. Harda? Harda? Mən də evdə qardaş uşağını apar, darnaqla, tohmatla. Mənim bəxtim var. Hə. Qar qız da eləmədiz ki, bir adamı bəlkə bir şey olar. Sefres şantaydı, nə miras idisə qutardı. 6 manat 50 qəpik anam pensiyasını göndərəcəyəm. Əsmə, bu 6 manat 50 qəpik üçün mənim dədəm nənəm stroy düzələcək eybi yox. Görüm elə öz enzema var, enzema yığıram, mən enzemdə var. Verərəm o enzemdən, cəhəlim yox ki, enzemi ağıl eləmişəm. İndi öyrənmişəm, yoldaşım qaynanamla balızımı Moskvaya göndəriblər yeni il eləməyə. Gör, anaya qiymət gör necə verir. Arvada qiymət sıfıra boydu. Nə mənə, mənim şeirimə ancaq bu ananın, bacının damağı töməti yiyirəm. Anama yaxşı bax, bacıma yaxşı bax. İndi onlar yeni il edirlər, mən evin içində çürüyürəm. Bu santadı, mantadı bilmirəm. Mən göndərdim, uşağıma da bir hədiyyə vermişdilər. Eybi yox amma. Mənim uşağımın ayaqqabısı itib bədən tərbiyə zalında qalmışdı. 2 həftədən sonra ayaqqabını tapdı. Bu ayaqqabı hara gedər axı? Uşaq çıxardı burada ayaqqabı itib. O günlərdə jaketi qalmışdı, 5 günə tapdı. Bu komitəsən bunlara da bir bax da.